Hörmətli izləyicilər, yeni bir serial videolara başlayırıq. Bir neçə hissədən ibarət olacaq yeni videolarda Rum surəsi ilə bağlı ilk dəfə eşidəcəyiniz çox maraqlı və qeyri-adi hadisəni açıqlayacağıq. O hadisə ki, alimin ölümündən 40 il sonra üzə çıxdı. Heç kəs inanmırdı ki, o hadisə baş verə bilər. Bəhs etdiyimiz hadisə son vaxtlar gündəmə çevrilən, hamımızın ürək ağrısı ilə izlədiyimiz Qəzza, Məscid-ül Əqsa Qüdslə bağlıdır. Əsrlər əvvəldən verilən müjdəyə hazır olun. Birinci hissəni təqdim edirik. Digər hissələr də bir neçə gün arayla ən qısa müddətdə yayımlanacaq. İran şahı öldürüldükdən sonra yerinə 2-ci Xosrov Pərviz gəlir. Lakin ordunun sərkərdəsi olan Bəhrəm Çubin buna izin verməyərək üsyan qaldırır. Bu vaxt Xosrov Bizansa qaçır. Həmin ölkənin imperatoru Mavrikin dəstəyi ilə Pərviz 591-ci ildə Bəhramı məğlub edərək İranda hakimiyyətə gəlir. Xosrov Pərviz bundan sonra Azərbaycanın və Gürcüstanın bir çox vilayətlərini də işğal edir. Atəşpərəstliyin məskəni olan bu dövlət getdikcə güclənsə də dostu Mavrikin ölkəsində işlər yolunda getmirdi. 602-ci ildə Bizansda dövlət çevrilişi baş verir və hakimiyyət Fokaninin əlinə keçir. Bunu görən Xosrov Pərviz köhnə dostunun qətlə yetirilməsinə biganə qala bilmədiyini söyləyərək bir il sonra 603-cü ildə Bizansa qarşı müharibə elan edir. İşin əsli dost intiqamı kimi görünsə də tam fərqli idi. Müharibənin başlaması ilə bir neçə il ərzində Xosrov Pərviz Bizansın xeyli torpağını ələ keçirdi. 610-cu ildə isə İranlılar artıq Egey dənizi sahillərinə çatırdılar. Fokanin ağır hücumların qarşısını ala bilmirdi. Bu səbəbdən ölkə başçısının dəyişdirilməsi qaçınılmaz hal almışdı. Nəticədə imperator taxtdan salınaraq yerinə Afrikadan güclü ordu ilə yardım üçün çağrılan İrakli gətirilir. Bizansla İran arasında savaş davam edərkən Ərəbistanda böyük bir hadisə baş verirdi. Uca Allah 610-cu ildə son peyğəmbərini göndərmişdi. Həzrəti Muhammed sallallahu aleyhi və səlləm ona risalətin gəldiyini yavaş-yavaş elan etməyə başlayırdı. Onun əmisi Əbu Talib Qureyşin ən öndə gedən başçılarından biri idi. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm də bu ailədə doğulmuşdu. Bütün insanlar onu dürüst və hörmətli birisi olaraq tanıyırdı. Qeyd edək ki, həmin illərdə Ərəbistanda bütpərəstlik hökm sürürdü. İnsanlar öz əlləri ilə düzəltdikləri heykəllərə ibadət edir, kölələri insan yerinə qoymur, təzə doğulan qız uşaqlarını diri-diri bastırırdılar. Günah və cəhalət inanılmaz dərəcədə artmışdı. Rəsulullah isə onların bütün qanunlarını yıxaraq kölələrlə eyni süfrədə oturur, bütləri rədd edir, Allahın tək olduğunu söyləyirdi. Ancaq ərəblər İslamı qəbul etmir, Həzrət Muhammed sallallahu aleyhi və səlləmə sərt şəkildə qarşı çıxırdılar. Belə bir şəraitdə Rəsulullahın İslamı yaymağa çalışması Bizansın İranlılara qarşı mübarizəsindən daha çətin idi. Çünki müşriklər Həzrət Muhammed sallallahu aleyhi və səlləmə tez-tez sui-qəsdlər təşkil edir, müsəlman olmaq istəyənlərə çox ağır işgəncələr verirdilər. İrakli güclü orduya sahib olsa da Xosrov Pərvizə qarşı mübarizə apara bilmirdi. Çünki İran ordusu Bizansdan qat-qat çox idi. Deyilənlərə görə Pərvizin komandanlığı altında savaşan təkcə Yəhudilərin sayı 26 minə çatırdı. Burada qeyd etmək lazımdır ki, Xosrov Pərviz əslində İraklinin gəlişi və Fokaninin öldürülməsi ilə öz dostunun intiqamını almışdı. Ancaq maraqlıdır ki, savaşdan geri çəkilmədi. Tam tərsi, müharibə daha da qızışaraq xristianlarla atəşpərəstlərin savaşına çevrildi. Xosrov Pərvizin orduları 613-cü ildə Suriyaya hücum edərək Şamı ələ keçirir. 614-cü ildə Qüdsə girən İranlılar xristian dünyasını yerlə bir edirlər. 90 min xristian öldürülür və Məscid-i Əqsa təhrib edilir. İranlılar ələ keçirdikləri hər yerdə atəşpərəst sitayiş yerləri düzəldir, öz etiqadlarını yaymağa çalışırdılar. 616-cı ildə İordaniya, Fələstin və bütün Sinay yarımadası işğal edilərək Bizansın son qalası olan Konstantinopol mühasirəyə alınmışdı. Nəticədə Bizanslılar rəsmən məğlubiyyətlərini elan edirdilər. İrakli Xosrov Pərvizə elçi göndərərək bütün şərtləri qəbul etdiyini və sülh bağlamaq istədiyini bildirir. Ancaq Pərviz cavab olaraq bildirir ki, imperator zəncirlənmiş halda qarşıma gətirilmədikcə və atəşə sitayiş etmədikcə ona aman verməyəcəm. Hər şey bitmək üzrə idi. O dövrü araşdıran tarixçilər deyir ki, mövcud şəraitdə Bizansın ayağa qalxması mümkün deyildi. Çünki ölkə həddən artıq zəifləmiş, hardasa bütün torpaqlarını itirmişdi. Son qala olan Konstantinopol da əldən getmək üzrə idi.
İranın Bizansı işğal etdiyi tarixdə Ərəbistanda da ölüm-qalım mübarizəsi vardı. Hz. Muhammed sallallahu əleyhi və səlləmə peyğəmbərliyinin gəlməsindən artıq 6 il ötürdü. Burada İslam dinini qəbul etmiş bir qrup olsa da, müsəlmanlara qarşı çıxanların sayı qat-qat artıq idi. Müşriklərə qarşı yetəri qədər gücə sahib olmayan müsəlmanlardan bir çoxu sərt baskı altında qalaraq Bizansın müttəfiq olan Həbəş krallığına sığınmaq məcburiyyətində qalmışdılar. Ancaq müşriklər müsəlmanları burada da rahat buraxmırdılar. Onlar Həbəş kralı Nəcaşiyə bahalı hədiyyələri verərək zorla dinlərindən döndürülməsi üçün müsəlmanları geri göndərməyə xahiş edirdilər. Ancaq Nəcaşi bununla razılaşmır və müsəlmanların istədikləri qədər ölkəsində qala biləcəklərini bildirir. Həmin günlərdə Bizansın məğlubiyyəti hamının dilində idi. Müşriklər buna çox sevinir, möminlərə baxın, İranın atəşpərəstləri zəfər qazanır, vəhyə, peyğəmbərliyə inanan xristianlar yox edilir. Eyni şəkildə biz də Ərəbistan bütpərəstləri olaraq sizi və dininizi yox edəcəyik deyirdilər. Müsəlmanlar həm özlərinin, həm də xristianların başına gələn bu hadisələr qarşısında sarsıldıqları bir vaxtda Rum surəsi nazil olur. Orada bir neçə il ərzində Rumların qalib gələcəyindən, həm də müsəlmanların sevinc yaşayacağından bəhs olunurdu. Bismillahirrahmanirrahim. Əlif lam mim. Bizanslılar İranlılara məğlub oldular. Ən yaxın bir yerdə. Lakin onlar bu məğlubiyyətlərindən sonra qalib gələcəklər. Bir neçə il ərzində. Əvvəldə, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər. Allahın köməyi ilə. Allah istədiyinə kömək edər. O, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir. Ancaq görünən şərtlər daxilində hər ikisinin həyata keçməsi qeyri-mümkün kimi görünürdü. Çünki Ərəbistanda bir ovuc müsəlman vardı və yaxın bir neçə ilə qalib gələ bilmələri inandırıcı görünmürdü. Digər tərəfdən də Bizanslar xeyli torpaq itirərək məğlub olmuşdu. Onların yenidən ayağa qalxa bilməsi möcüzə kimi bir şey idi.